İctimai televiziya və 4-cü sənaye inqilabının təhlili və koordinasiya mərkəzinin birgə layihəsi. Təsəvvür edin, bir gün xəstəliklər tarixə qovuşur. Orqan transplantasiyası üçün illərlə gözləmək əvəzinə ehtiyacınız olan orqanı 3D bioprinterdə çap etdirirsiniz. Hətta genetik xəstəliklər siz dünyaya gəlmədən əvvəl düzəldilir. Bunlar elmi fantastika deyil, biotexnologiya və biomühəndisliyin reallığa çevirdiyi gələcək ssenarilərdir. Biotexnologiya canlı hüceyrələrdən istifadə edərək tibbi yeniliklər yaratmağa imkan verən elmi sahədir. Ölkəmizdə də bu sahədə ciddi araşdırmalar aparılır. Molekulyar biologiya və biotexnologiyalar institutu bu istiqamətdə fəaliyyət göstərən mühüm elmi mərkəzlərdən biridir. Müsahibimiz institutun böyük elmi işçisi Aytən Ağayeva 2014-2018-ci illərdə ABŞ-da Fraunhofer Molekulyar Biotexnologiya Mərkəzində yeni vaksin və antibiotiklərin hazırlanması üzərində çalışıb. Doktorluq dissertasiyasını da bu mövzuda müdafiə edib. Hazırda institutda eksperimentlərini davam etdirən Aytən Ağayeva bildirir ki, biotexnologiya tibbdən kənd təsərrüfatına, əczaçılıqdan ətraf mühitin qorunmasına qədər geniş tətbiq sahələrinə malikdir. Tibbi biotexnologiyanın yaranmasında xüsusi rolu molekulyar biologiya oynamışdır. Xüsusən də DNT ardıcıllığının öyrənilməsi, həmçinin insan genomunun dekodlanması kimi molekulyar biologiyanın nailiyyətləri tibbi biotexnologiyanın inkişafında xüsusi yer tutmuşdur. Son dövrlərdə tibbdə ən mühüm nailiyyətlərdən biri də əvvəllər müalicə olunmayan xəstəliklərin biotexnologiya metodlarından istifadə olunaraq müalicə imkanlarını yaratmasıdır. Son dövrlərdə xərçəng immunoterapiyası və CAR-T deyilən bir terapiya mövcuddur ki, bu da xərçəngin bir çox növlərini müalicə etməyə imkan yaradır. Bu müalicə üsulları insan immun sisteminin hüceyrələrini istifadə etməklə həyata keçir. Genetik kodun redaktə edilə biləcəyini təsəvvür edirsiniz. Artıq insanın genetik quruluşunu dəyişərək irsi xəstəliklərin qarşısını almaq sahəsində ciddi araşdırmalar aparılır. Belə texnologiyalardan biri CRISPR-Cas texnologiyasıdır. Bu texnologiya hazırda alimlərimiz tərəfindən işlənib hazırlanır və gələcəkdə həqiqətən böyük uğurlar vəd edir tibb sahəsində. Bu texnologiyanın əsas məqsədi ondan ibarətdir ki, CRISPR-Cas texnologiyası DNT-nin müəyyən ardıcıllığını tanıyaraq orada düzəlişlər etmək qabiliyyətinə malikdir. Bu texnologiyadan istifadə edərək irsi və yaranmış xəstəlikləri müalicə etmək olar. Kök hüceyrə terapiyası orqan və toxumaların regenerasiyasına imkan yaradır. Kök hüceyrə terapiyası hüceyrə mühəndisliyi adlanan bir sahədir. Bu terapiyanın əsas məqsədi ondan ibarətdir ki, yetkin orqanizmdə somatik hüceyrələrdən istənilən hüceyrəyə çevrilə bilən pluripotent hüceyrələrin, kök hüceyrələrin əldə edilməsidir. Bu terapiya üsulu autoimmun, allergik, xərçəng kimi xəstəliklərin müalicəsində geniş istifadə olunur. Sintetik biologiya isə yeni süni bioloji sistemlər yaratmağa imkan verir. Alimlər bakteriyaları proqramlaşdıraraq dərman istehsal edir və ya yeni toxumalar inkişaf etdirirlər. Hər hansı bir dərman preparatının və ya bərpa olunan enerji mənbələrinin əldə olunması üçün süni biosistemlər yaradılır. Bu biosistemlər vasitəsilə ağıllı dərmanlar əldə olunur və bu ağıllı dərmanlar yenə autoimmun, onkoloji kimi xəstəliklərin müalicəsində istifadə olunurlar. Biotexnologiya sahəsində aparılan araşdırmalar tibbi inkişafa böyük töhfə verir. Eyni zamanda etik və sosial məsələləri gündəmə gətirir. Etik süni intellekt dedikdə məlumatların həssaslığını nəzərə alaraq şəffaflığı, məsuliyyətliyi və qərəzsizliyi təmin edən süni intellekt modellərindən söhbət gedir. Məlumatların mənbəyi sayılan pasiyentlər onların məlumatlarının necə və hansı şəkildə, hansı məqsədlər üçün istifadə olunacağı barədə tam məlumatlandırılmalıdırlar və onların yazılı razılığı əldə olunmalıdır. Tibbdə süni intellektin istifadəsinə dair qanun mexanizmi hazırlanmalı və baş verə biləcək xətalar, risklər əvvəlcədən nəzərə alınmalıdır. Qanunlar pasiyent məlumatlarının məxfiliyini və
pasient hüquqlarının qorunmasını nəzərə almaqla bərabər texnoloji tərəqqiyə də şərait yaratmalıdır. Biotexnologiya və biomühəndislik bizi yeni bir dövrə aparır. Xəstəliklərin müalicə olunduğu, insan ömrünün uzandığı, sağlamlığın daha əlçatan olduğu bir dövrə. Lakin bu texnologiyaların gələcəyini müəyyənləşdirən təkcə elm deyil, onların necə istifadə ediləcəyi cəmiyyətin qərarına bağlıdır. İctimai televiziya və 4-cü sənaye inqilabının təhlili və koordinasiya mərkəzinin birgə layihəsi.